Arkadaşlar, değerli izleyiciler, bu günlerde gelmişik bu dəniz kənarı villa. Bizim Murad kardeşimizin işlədiyi bir məkandır. Qəşəng əl qabiliyyəti var. Qardaşım, bir buranı çək, yaxından çək. Qardaşım, səninlə görüşürük. Xoş oldu səninlə tanış olmaq. Hoş gəlmisiniz. Allah canınızı sağ eləsin. Qardaşımızın sifarişi vardı, gətirdi, ona çatdırdı. Allah əməyinizə biraz sağ olun. bizi bağışlayasan. Sifarişimiz çox oldu. Estağfurullah. Əziz də, bu marojnanı bilmirəm, marojnadan yeməmişəm. Marojna şirniyyatdır. Amma qaldı ki, meyvə qurusu, mən bunun tərəfdarıyam. Özüm də vaxtında məsələn meyvəsini quruduram. Prosta indi bu işlərlə bağlı çatdırmaq olmur qurutmaq. Bu tərəvəzləri də qurutmaqdır, meyvəni də qurutmaqdır. Bunlar çox faydalıdır. Meyvə niyə faydalıdır? Çay içəndə şirniyyatla içməkdənsə quru meyvə ilə çay için. Çünki bunun tərkibindəki şirninin heç bir ziyanı yoxdur. Amma bizim o marketdən aldığımız o birisi şirniyyatlar falan, onlar bir müddətdən sonra insanda bəzi fəsadlar yaradır. Amma bunun heç bir zərəri yoxdur. Rahat könül xoşluğu ilə yeyə bilərsən. Səsinə bax, ona belə. Səsini görürsən ona. Həvəsinə gəlir. Bu gəldi sizlə Gəl kəndə. gəl yaxına. Səsə bax, səsə bax. Həmin oturuyor. Göz haqqınızı halal eləyin. Həmin oturan səs deyir. Lənkəranda yadınız dəyərli izləyicilər. Bax, bu qardaşımızla həqiqətən də əl qabiliyyətinə söhbət yoxdur. Allah sana zəhmət və bərəkət versin qardaşım. Allah canınızı sağ eləsin. Gələcəyində görüşək. İnşallah sənin yanına gəlib sənin yeməklərindən istifadə edəcək. Bilirlər, məni sağlayır elə, vaxtımız az olduğuna görə. Bu sabah gələcək sənin yanında oturacaq, yemək yeyəcək. Allah canınızı sağ eləsin. Var olasın. Xoş gəldiniz. Sifarişlərinizi verə bilərsiniz, 7-24 saat qulluğunuzdayım.